Qərbi Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında folklor yaddaşı böyük potensiala malikdir. Folklor Qərbi Azərbaycanlıların ruhuna, qanına, canına hopan, nəsillərdən nəsillərə ötürülən tarixi yaddaşdır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev də bu fikirdədir. Tədqiqatçı alim folklorun xalqın milli, tarixi və genetik yaddaşının əsas mənbələrindən biri olduğunu, həmçinin Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsində tarixi yaddaşın əhəmiyyətini vurğuladı. Hikmət Quliyev, Prezident İlham Əliyevin 3 il əvvəl öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladaraq qeyd etdi ki, Cənab Prezidentin həmin görüşdəki nitqi Qərbi Azərbaycana qayıdış siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Alim, xüsusilə də Ali Baş Komandanın vurğuladığı tarixi yaddaş məsələsinə diqqət çəkərək, Qərbi Azərbaycana qayıdışda bu faktorun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. 3 il bundan öncə Cənab Prezident özünün doğum gününü məhz Qərbi Azərbaycan icmasının inzibati binasında Qərbi Azərbaycanlı ziyalılarla görüşdə qeyd elədi. Və o görüşdə səsləndirilən fikirlər, Cənab Prezidentin nitqi 44 günlük vətən müharibəsindən sonra Azərbaycanın əsas strateji ideyasını, qarşıda duran hədəfləri müəyyənləşdirdi. Və Qərbi Azərbaycana qayıdış əslində tam dövlət siyasəti kimi bəyan olundu. Və Cənab Prezidentin məhz ziyalılarla görüşməyi təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev 90-cı illərdə yenidən Azərbaycana ikinci dəfə xalqın təkidi ilə Azərbaycana hakimiyyətə qaydanda məhz Elmlər Akademiyasında bir qrup ziyalılarla görüşmüşdü. Akademiklərlə görüşmüşdü, alimlərlə görüşmüşdü. Cənab Prezident də Qərbi Azərbaycana qayıdış ideyasını məhz Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə bəyan elədi. Bunu dövlət siyasəti kimi çatdırdı. Hikmət Quliyev, folklorun yalnız bayatı, nağıl, əfsanə və rəvayətlərdən ibarət olmadığını, həm də onu yaradan və daşıyanların, o cümlədən Qərbi Azərbaycanlıların ruhuna, qanına, canına hopmuş, yaşayan tarixi yaddaş olduğunu söylədi. O, Profesor Yaşar Qarayevin Göyçəyə qayıdan yol folklordan keçir fikrinə də istinad edərək, Qərbi Azərbaycana aparan yolun tarixi yaddaşın bərpasından keçdiyini və bölgə əhalisinin folklorunun sistemli araşdırılması zərurətini vurğuladı.